Herkese salam, kanalıma hoş geldiniz. Sevilen müğənni Aysun İsmailova kızı Sevgi ile Misir'e istirahate yollandı. Aysun Hanım istirahətten yepyeni paylaşımlar edib. Biz de Aysun Hanım'a hoş istirahatler arzulayırıq. Yeni haberleri izlemek için kanalımıza abone olmağı, videolarımızı beğenmeyi ve kanalımıza... Bu dəfə yolumuz Misirədir. Təbii ki, Turgut Travel'la beraber səyahət eləyəcəyik. Sevgi ilə beraber çok güzel bir tətil proqramı hazırlayıblar. Bütün tətil boyunca, yani bir həftə boyunca fikriniz səhifəmdə olsun. O kadar maraqlı şeyler var. Getdik kızım. Hara gedirik kızım? Ana səni hara aparır? Tətil. Getdik tətilə. Misir səyahətimizə rahatlıqla başlayırıq. Təbii ki, Turgut Travel'ın sayəsində. Turgut Travel'ın əlavə xidməti olan Bakı daxilində rayonlardan havalimanına VIP transfer maşınları mövcuddur. İstəyən hər kəs üçün sürücülü lüks avtomobillər təqdim olunur. Xüsusi təşəkkürlərim var. Bu təşəkkürlər transfer departamentinin rəhbəri İbrahim bəyədir. İnşallah ki, tətilimizdən bolluca videolar paylaşacağıq. Və budur, axır ki gəldik, çatdıq. Rixos Radamisə. Demək dostlar, təəssüratlarımı sizinlə bölüşmək istəyirəm. İlk baxışdan çox özəl, səmimi bir qarşılanma oldu. Havalimanından bizi Rixos'un özəl avtomobili qarşıladı, gətirdi bizi otelə. Otelə çatar-çatmaz bizə çox gözəl istihavlılarla qarşıladılar, gözəl işçilərlə qarşıladılar, desertlərlə qarşıladılar. Təbii ki, bunların hamısını paylaşacağım. Bu özəl qarşılanma üçün bütün Rixos ailəsinə və xüsusilə də Zəfər bəyə dərin təşəkkürümü bildirirəm. Təbii ki, burada Turgut Travel'ın rəhbəri Turgut bəy də bir təşəkkür düşür. Çünki bunların hamısı Turgut Travel'ın sayəsindədir. Bu arada bu özəl qarşılanmalar bütün Turgut Travel müştərilərinə keçərlidir. Və gəldik, çatdıq otağımıza. Bizim otağımız Family Room adlanır, səhv etmirəmsə. Girən kimi bizi sol tərəfdə sanuzel qarşılayır. Daha sonra bizi belə gözəl bir mətbəx qarşılayır və yemək masası. Təbii ki, çox geniş, çox böyük bir qonaq otağımız var. Burada dincələ bilərsiniz, televizor izləyə bilərsiniz. Burada teras var, indi göstərəcəm. Terasa həm zaldan, həm yataq otağından keçmək olur. Burada bizim yataq otağımızdır. 2 nəfərli yataq otağıdır. Divan var, istəsəniz açılıb kravat olur. Sol tərəfdə qardirobumuz var və vannalı bir sanuzelimiz var. Bir də terasımızı da göstərir sizə. Bizim terasımız dəniz mənzərəlidir və baseyn mənzərəlidir. Bu arada onu da deyim ki, dostlar, hal-hazırda Radamis'in Safir restoranındayıq. Bura ana restoranlarından biridir. Bu restoran çox böyük restorandır. Hədsiz çox dərəcədə çeşidlər dəhşətli dərəcədə boldur. Yəni, hər ağız dadına uyğun yemək tapa bilirsiniz. Mənim üçün ən önəmlisi uşaq menüsudur. Çünki Sevgi körpədir deyə 2 yaşı var, hər şey yeyə bilməz, baharatlı falan. Ona görə uşaqları çox düşünüblər. Ümumiyyətlə, bu qədər tətilə getmişik, ən sevdiyim otellərin içində o yeri aldı. Çünki doğrudan da otel möhtəşəm oteldir. Öncəliklə istər qulluqları olsun, istər yeməklər olsun, istər içində hər bir şey var otelin. Düşünün, 14 dənə alakart restoranı var otelin. Yəni, möhtəşəm bir oteldir. Mən düşünürəm ki, bundan sonra ildə bir dəfə bura gəlməliyəm. Çünki bura o qədər böyükdür ki, gəzdikcə doymursan. Demək, burada degustasiya edirəm. Şiryatların hamısından götürmüşük. Dadına baxaq. Mükəmməldir. Bu çox dadlıdır. Bu da geçəkdir. Resimlər nədən görsün? Bu nəyə oxşuyur? Amma bu yumurtalıdır elə bil. Çox maraqlı dadı. Çox fərqli bir dadı var bunun. Sonra burada bir dənə var sütlaç kimi. Onu ver. Bu da çox dadlıdır. Bu San Sebastian'dan bir damcı oxşuyur. Hamısı dadlıdır. Ay. İstədim çəkim, sonra utandım. Dedim.
Bunlar indi güya diyetadadılar, ölürəm. Diyetadaydınız. Daha şirniyyatları çapıb taladılar. Ay, nətər dadır? Mən işləyirəm. Xoş gedirəm. Bunların hamısını sən yığıb gətirmirsən, Ağzı doldu deyilmədi. Amma mən sizi qınamıram. Doğrudan çox dadlıdır. Yeməmək mümkün deyil. Demək dostlar, oteldə hədsiz çox hovuz var. Burada həm böyüklər, həm uşaqlar üçündür. Yəni biz tərəfin həm böyük, həm uşaqlar üçündür. Bura isə sırf uşaqlar üçündür. Amma nəyi burada bəyəndim bilirsiniz? Uşaqlar üçün lijankalar. Demək